Ziyarət-i Aşuraya çox diqqət eləməliyik. Ziyarət-i Aşura belə bir ziyarətnamədir ki, ona hədis-i qudsi deyilər. Yəni Allah tərəfdən gələn və məzmunu Allahdan olan, amma deyilişi Peyğəmbər vasitəsilə bizə çatan. Məsəl üçün hədislərə baxsaq, 3 imamdan rəvayət olunubdur ki, İmam Sadiq əleyhissalam, İmam Muhammed Baqir əleyhissalam və həmçinin İmam Səccad əleyhissalamdan rəvayət olunubdur ki, bu atamdan, atam Hüseyndən, atası Əli əleyhissalamdan və Peyğəmbərdəndir ki, bu ziyarət-i Aşuranı Allah buyurubdur. İmam Baqir əleyhissalam buyurur ki, ey Əlqəmə, Əlqəmə Həzrətin sahabələrindəndir. Çalış, hər gün bu ziyarət-i Aşuranı oxuyun. İmam Sadiq əleyhissalam da bunu təsdiq eləyibdir. İmam Səffana buyurur ki, ey Səffan, bunu atamdan və ta Peyğəmbərə qədər Həzrət nəql edir ki, bunu Peyğəmbərdən eşitmişəm ki, Həzrət Cəbrail əleyhissalamdan Allahın buyurduğu bir əməldir. Ziyarət-i Aşura diqqət eləsək, həm dəvət edir insanı bir işə, həm də insanı lənət oxumağa dəvət edir. Ziyarət-i Aşura həm də məzluma vəfadar olmağı öyrədir. Onun bir çox məzmunları vardır ki, ziyarət-i Aşurada biz Həzrət Hüseyn əleyhissalama salam göndəririk. Bu salam göndərmək hardandır? Qeyd etdiyimiz kimi Qur'an ayəsinə əsasən Allahın və onun Peyğəmbərinin bizlərə öyrətdiyi bir sünnət-i əməldir. Və ziyarət-i Aşurada biz nəyi öyrənirik? Biz öyrənirik ki, İmam Hüseyn əleyhissalamın düşmənlərinə lənət etmək və ziyarət-i Aşura imama yas tutanları dua etməkdir. Sən ziyarət-i Aşuranı oxuyursan, demək İmam Hüseyn əleyhissalama ki, məclis qurarlar, yas tutarlar, onlara dua edirsən. Və həmçinin ziyarət-i Aşurada qiyamətin günündə Həzrətdən şəfaət istəyirsən ki, yəbnə Rasulillah, qiyamətin günündə mənə şəfaət eləginən. O cümlədən Aşura ziyarəti imamətə, vilayətə beyyət eləmək və onların düşmənlərinə nifrin eləməkdir. Hədislərdə qeyd olunur ki, İmam Hüseyn əleyhissalamın ziyarəti Aşurasına getmək, o ziyarəti oxumaq savabı çox böyükdür. Həmçinin, əgər hər kəs 40 gün həmin ziyarəti Aşuranı oxusa, həyatda hər nə istəyi var, arzusu var, inşallah Allah ona onu çatdırar.